oynayacaq. Və beləliklə startı səslənir. Sabah və Zirə komandalarının oyunu başladı. Qarşısında Kastodia var. Geri Zedatka. Zedatka'dan birbaşa qapıya zərbə idi bu. Thiago Silva dəf edir. Üstündən keçdi. Və daha bir təhlükə. Qapıcı Xəyal onun zərbəsi. Əla bir vəziyyətdə Xəyal çərçiyə düşə bilmədi. Baxırıq bir daha. Və burada Aka. Ardınca burada Maluda gəldi. Maludanın Zirə tərəfi. Top ikisi. Təziri top ələ keçirdi. Veljko Simic. Simic. Hakim davam deyir. Topa oyun var. Cavid Cəllov. Daha bu əvvəlki epizodun təkrarı. Bax bu epizod hansı ki bax burada davam dedi. Hakim Hacıağa Hacılı və Sabah futbolçuları bu imkandan istifadə edə biləcəklərmi? Kahim Paris! Top qapı tirinə dəydi. Baxaq epizodun təkrarına bir daha. Herhalde buradan Thiago Silva'nın topa toxunuşunun, burada canlı səddən bir toxunuş. Devam edir. Lepinitsa'dan Umar Ali Rahman Aliyev'e. Rahman Aliyev ötürü Maluda zərbə və gol! 42. dəqiqə. Aron Maluda hesab açır. 1-0. Meydan sahibləri hesabını öne keçirlər. Şafranko'ya dəstək. Şafranko zədəlidir. Kapitan zədəlidir və ona dəstək nümayiş etdirir Sabah futbolcuları. Da olmasan da bizimlə sən mesajı verilir. Epizodun təkrarını bir daha izləyək. Nəzarətsiz qaldı burada Maluda. Və Umar Ali Rahman Aliyev'in ötürməsindən sonra Aron Maluda dəqiq zərbə ilə topu qapıdan keçirir. 1-0. Sabah hesabda öndədir. Qismət onun qarşısındadır. Xəyal ötürmək dərhal Umar Aliyə. Umar Ali Rahman Aliyev. Top Sabah'ta qaldı. Ötürmə cərmə meyli olacaq. Başla zərbə gol! Bu dəfə Veljko Simic. 45 üstə gəl. 2-ci dəqiqə. Bu epizodda topu itirmədi. Ötürmə etdi. Xəyaldan gələn ötürmə və Veljko Simic'in dəqiq baş zərbəsi. Hesab 2-0 olur. Veljko Simic'in mövsümdə ikinci goludur 5-ci turda. Topu itirdi ama tezde aldı Sabah. Lepinitsa Maluda'ya ötürmə. Maluda qapıya baxır, zərbə indirdi. Təhlükəliydi ama azacıq dəqiqlik çatmadı. Çox təhlükəli zərbə alındı az əvvəl. Maluda zərbə mövqe axtarır. İndirdi zərbəsini də çərçivə gedən top ama Thiago Silva. Eldar. Topu aldı rəqibdən Sabah. Maluda'dan ötürmə buraxdı Simic. Və gol! 75-ci dəqiqə. Hesab 3-0 olur. Veljko Simic dubl edir. 3 top gördü. Baxırıq bir də epizodun təkrarına. Oyundan kənar vəziyyət yox idi təbii ki. Veljko Simic isə incə bir vuruşla topu qapıçının üzərindən tora göndərir. Maluda 1 gol, 1 məhsullar ötürmə. Veljko Simic 2 gol. Hesab 3-0 oldu. Gol yoxlanılır. Rəhman Daşdemirov. Maluda. Lepinitsa, Maluda. Maluda özü getdi. Maluda'dan zərbə.
Dəyişiklik. Guima irəliyir, ondan ötürməyə Rövlan Muradov. Rövlan çatdı, zərbə indirir qapıcı. Pokatilov komandasını qoldan xilas edir. Qaydanı pozan Rövlan Muradovda. Bu isə Rövlan Muradovun az əvvəlki o təhlükəli zərbəsi, yaxın gün cənvanları topa əla zərbə idi, amma Pokatilov da əla oynadı. Qaydanı pozdur Amin Seydiyev və bununla da penalti səslənir.